Hər kəsə salamlar, əzizlərim, necəsiniz? Bir neçə qaydaları bildirmək istəyirəm. Bugün bizim ödənişsiz açıq sessiyalarımız var və bu ödənişsiz açıq sessiyalar ərzində 3 nəfər açıq sessiya alınacaq. Açıq sessiya alınanlar arasından kimlər ki, həqiqətən alınacaq açıq sessiyaya, o 3 nəfərə 50 manatlıq həvəsləndirici cash payment ediləcək. Və tak, və ümumiyyətlə ortamın qaydaları ilə tanış olmayanlar daha yaxşı olar ki, qaydalarla tanış olsunlar. Qaydalarla tanış olsunlar, daha sonra belə ortamlara daxil olsunlar. Çünki istənilən ortamda qaydalar, qanunlar var. Aha. Gəlin yavaş-yavaş başlayaq. Mən ilk öncə sizə bildirim proses necə gedəcək. Ümumiyyətlə, bugünkü açıq sessiyamız zapis olunur, yəni video qeydə alınır və bu bizim akademiyanın ümumiyyətlə YouTube kanalına yüklənəcəkdir və mən sizdən gözləyirəm ki, siz ilk öncə başa düşərsiniz ki, bu YouTube kanalı yüklənəcək. Siz səsinizi açacağım mən. Kimlər ki, əlini qaldıracaq, onların səsini açacağam. Mən siz öz məsələnizi deyəcəksiniz, biz o məsələli işləyəcəyik sizinlə bərabər. Və bu zapislər gedəcək, YouTube-da həmişəlik qalacaq. Yəni, açıq sessiyalarımızı biz keçirəndə həmişə qaydalar budur. Bu qaydalar bizim illərdir. Saytımızda var, səhifədə var, hər yerdə bunlar var. Və. Ay. Ona görə də biz yavaş-yavaş başlaya bilərik məncə. Görüntünü açmaya bilərsiniz. Açıq sessiya seçilmək üçün görüntünü açmağınıza ehtiyac yoxdur. Tak. Əla. Və kimi ki mən əlini qaldıranlar arasından səsini açacağım. Həmin insanlar səsli şəkildə də bildirəcəklər mənə ki, həqiqətən də razıdırlar ki, səsləri yazı olur və s. Qaydalarımızdan bir digəri isə odur ki, dünənki bizim webinarımız olmuşdu, ödənişsiz və həmin webinara baxmayanlar üçün bugün çətin olacaq seçilmək. Nəyə görə? Çünki bugün mən sizin, əgər əlinizi qaldırdınız, mən sizi seçdimsə və siz mənə hər hansı bir məqsədinizi deyirsinizsə, mənsə deyirəm ki, yox, uyğun deyilsiz, bu o deməkdir ki, sadəcə uyğun deyilsiz. Kimlər ki, sadəcə baxmaq istəyir, əlbəttə sadəcə baxın. Özünüz üçün çox şey götürəcəksiniz buradan, özünüzü çox inkişaf elətdirəcəksiniz. Çünki burada hal-hazırda eyni qrupda olan insanlar hamısı birlikdə, hamımızın məsələsi bir-birimizin məsələsidir. Yəni, elə bir şey ola bilməz ki, birinin məsələsi var, amma o birisinin məsələsi deyil bu. Belə bir şey olunur. Okay. Ona görə də hətta siz iştirak etmişsinizsə, belə dinləmək lazımdır, deyə düşünürəm mən. Tak. Mən artıq əlini qaldıranları görürəm. Sadəcə burada əlinizi qaldırmaq lazımdır. Mən kimisə seçəcəyəm. Yenə də deyirəm, məndən inciməyin, vaxtımız azdır. Çox deyil vaxtımız. Ona görə də əgər siz fikrinizi ifadə eləyəndə, həqiqətən bunu məqsədli şəkildə ifadə eləyə bilmirsinizsə, mən sizinlə sadəcə sağollaşacağam. Yəni, siz açıq sessiya seçilmiş sayılmayacaqsınız. Kimlər ki, mənə Instagramdan baxır, sizlər isə keçid eləyə bilərsiniz Telegrama və Telegramdan Zoom-a. Zoom-da əlinizi qaldırıb iştirak eləyə bilərsiniz. Çünki burada
Instagramında iştirak eləyə bilirsiniz. Digər tərəfdən isə 17-17 tarixində Master Coach proqramı başlayır və Master Coach proqramı başlayacağı üçün Master Coach proqramı başlayacağı üçün siz seçimlərə də qatıla bilərsiniz, açıq sessiyalar götürə bilərsiniz və s. Tak, mən indi baxıram kimin seçim, kimi götürüm. Səsi də artıraq. Əla. Burada Nəcabət deyə biri var. Necə dəqiqə? İndi səsinizi aça bilərsiniz. Açdım məncə səsi. Əla, iştirik sizi. Salam Asiya xanım, salamlayıram hər kəsi. Mən hətta Mənə Olar proqramının da hal-hazırda iştirakçısıyam. Problemlərim barədə, yoxsa hələ Mənə Onların qatdıqları barədə danışım. Yəni belə deyək, çata bildiklərim və çata bilmədiklərim. Mənə onların hansı hissələri mənim üçün böyük nailiyyətlər əldə etdi, nə idi deyim sizə. Uşaqlıq qorxularım, özümü tanımamağım, hər zaman özümü kimlərəsə valideynlərimə sübut eləməyə çalışmağım, yəni əlimdə olan qabiliyyətimi sadəcə olaraq özümü kiməsə göstərmək naminə etməyə çalışmağımı dərk etdim və artıq kiməsə göstərmək üçün yaşamalı olmadığımı, kimlər nəyisə məndən istəyir, onu etməyə çalışdığımı yox, mən özüm nə istəyirəm və mən özümə nə qədər mənə onlara icazə verirəmi fikirləşdim. Və bir də, məsələn, valideynlərimə nəyisə deyirsən və onlar sənə olmazlar deyirlər və qorxuların yaranır ki, hə, doğrudan da olmaz, şüur altına mənə bunu yeridirlər və bir müddətdən sonra fikirləşdim ki, niyə də olmasın. Və ilk dəfə əlimdə, yəni belə deyək də, vəsaitim var, amma o qorxular ki, məndə var, imkan vermir ki, mən nəsə eləyə bilim. Və qərara gəldim ki, özüm, yəni burada belə deyəcəm, sürücülük vəsiqəsi aldım, orada da qeyd eləmişəm və hətta indi maşın axtarıram. Son 10 gündür, artıq o mənə olar, niyə də qorxmalıyam, niyə də, məsələn, valideynlərim mənə aşıladığı bir şey vardı, qız nədir, maşın sürmək nədir, nəsə eləyərsən, sənin başına hadisə gələ bilər. Niyə də elə hər daim mənim başıma gəlməlidir də bu? Niyə mən onu çəkməliyəm özümə? Onlar bəlkə də məni çox sevdiklərindən bunu deyiblər, amma onların da sevmək anlayışı o qədərdir də. Mən sonra onu anladım. Və artıq bu qorxumun üstündən xətt çəkmişəm. Belə deyək, mənə onları demişəm və hətta bir də bir şey xoşuma gəlir. Əvvəllər övladlarımla çox aqressiyalı danışırdım, qışqırırdım, sözümə qulaq asmayanda. Amma son zamanlar onlar özləri də hiss ediblər ki, sakitləşmişəm. Onlarla söhbətim belə aşağı tondadır. Mən sonra baxdım ki, uşağımın da qışqırmağının səbəbi mənim qışqırmağım imiş. Yəni mən onunla necə ünsiyyət qururamsa, o da məcbur idi mənə o formada reaksiya versin. Və onların da səs tonlarının yavaşladığını hiss eləmişəm mənim də. Çox belə özümdə böyük dəyişikliklər görmüşəm də, belə deyim. Əsasən də ən xoşuma gələn məsələn o aqressiyamın azalmağı, sakitləşməyim, belə deyim, yəni hər şey ürəyimə salmayıb, sadəcə olaraq məqsədlərimi təyin edib. Məhtəl qaldım ki, siz 100 məqsəd demişdiniz, gör mən hələ yazıram, 30 neçədən artıq məqsəd yox deyə. Demək gör, o qədər gündəlik məsələlər bizi yorur ki, bizim heç məqsədimiz belə yox imiş, belə fikirləşdikcə özümə məhtəl qalıram ki, yəni
bu qədərmi insanı ətraf aləm, kənar təsirlər, hər bir şey biz əksinə məqsədsiz yaşayırmışıq, heç özümüz də bilmirik. Amma mən ora ən xırda bir şeylərdə məqsəd kimi yazdım. Ən xırda bir prosesləri də, yəni yazdım ki, mən 21 gün şokoladsız qala bilərəm də, yəni və yaxud da üz cizgimi, siz keçən dəfə danışmışsınız, hər bir sözünüzə əhəmiyyət verirəm. Məsələn, üz cizgisinin formasını belə dəyişmək olar. Mən onu da dəyişmişəm. Özüm belə məhtəl qalıram ki, bu necə olur da mimika ilə danışan adam çalışıram ki, üz cizgisində yalnız dodaqdan aşağı tərəfi danışıqda istifadə edeyim də, qaşımı, gözümü mimikalarda bildirməklə orada qırışdan əmələ gəlməyinə səbəb olur. Yəni, ora qədər hamısına diqqətlə qulaq asıb əhəmiyyət verirəm ki, doğrudan dəyişib də, yəni üz cizgimi, baxış bucağımı çox dəyişmişəm də. Yəni mənim ətrafımdakılar da onu mənə deyir ki, fərqli olmuşsan və hətta mən tanıdığım daha doğrusu, amma o qədər mənim sizin dediklərinizi onlara da deyirəm və onlar da dəyişiblər. Onlar da məsələn 60 yaşı var, mənə gəlir deyir ki, mən bugün mənə bir iş yoldaşım belə dedi, mən ona yox dedim. Hətta o yaşda belə yox demək özü üçün, çünki mən ona da təsir eləyirəm ki, mən də sizə kömək eləyim də, mən də sizə bir enerji yaxşı ötürüm, amma deyirəm ki, bunu elə eləyək ki, dəngəni pozmayaq da, sizlə mən bir-birimizə bunu həyata keçirək, pis şeylərdən danışmayaq, auramızı, ətrafın o pis təsirlərindən qoruyaq, yaxşı bir şeylər danışaq, bacara biləcəklərimizi, 60 yaş heç də pis deyil, hətta onu da məcbur eləmişəm, otururuq, o da söz verib ki, prava alacaq və bir yerdə ən azından maşın sürməyə cəhd eləyəcəyik də. Yəni ona belə bugün mənə zəng gəlib ki, mən yox deyə bildim. Mən iş yoldaşıma mənə bunu dedi. Məsələn, bir hadisə, həmişə o məni gözləyirdi. Mən bu dəfə onu gözləmədim və mən getdim. Mən onu özü üçün 60 yaşlıdır, amma ona o qədər gözəl təsir eləyib ki, mən də sevinirəm ki, ən azından mən də kiməsə, məsələn, təsir eləmək qabiliyyətindəyəm də. Yəni o öyrəndiklərimi kiməsə də bölüşürəm. Hətta o qədər o xanıma qarşı bir simpatiyam var ki, sizin texnikalarda otururuq, işdə saat 1-2 arası, heç kəs olmur, hamı düşür aşağı. Biz otururuq, onu eləyirik bir yerdə. Deyirəm ki, gəl otur, siz də eləyin ki, o da biraz baxıram ki, tək qadındır, uşağı yoxdur. Mən də necəsə ona kömək olum da, yəni belə deyim, bacardığım qədər kömək oluram və biz bir-birimizə, o da mənə, mənim bəzi problemlərimə görə mənəvi dəstək olur, mən də ona belə bir-birimizə mənəvi alış-verişdəyik də, belə deyək. Yəni təkcə mən tərəfdən olmur, o da mənə deyir, mən inanıram qızım, sən bu maşını alacaqsan, bəyənirsən, baxırsan, hə. Hətta mən deyirəm ki, pulumu da qoymuşam qırağa, mən bunu alacam və söz vermişəm, hətta plan qurmuşam. Avqustda çıxıram otpuskaya, indi axtarıram, avqustda kimi alıram, otpuska müddətində öyrənirəm, qəşəng uşaqları məktəbə aparmaq yoluna kimi bunu planlamağı bacarıram da. Yəni həyatımda indiyə kimi mən yox idi. Ancaq uşağı fikirləşirdim. Uşağa bunu eləyirəm, uşağa onu eləyirəm, yoldaşıma bunu. İndi baxıram ki, artıq o yoxdur da, artıq mən varam. Yəni mən özümə bunu eləyirəm, bunu eləməliyəm, mənə bu olmalıdır. Və mən 33 yaşımdan bu yana mən deyilən bir şey, yəni məndə formalaşıb, indi artıq belə deyək də daha pik səviyyəsindədir də. Yəni mənə olar deyə bilirəm. Yəni bunu eləyə bilməmişəm, çünki mən o situasiyada deyiləm. Mənə heç kəs bunu eləməyə məcbur eləyə bilməz. Amma əvvəl yox, oturdum. Birdən gələr, birdən deyər ki, niyə belə eləmədin? Mən nə cavab verərəm? Yəni belə, işdə belə məcbur eləyə bilmirlər ki, yəni mövzunu götürdülər. Dedim, o mövzu alınan bir şeydir, elektronikadan başım çıxır. Və mən o mövzuda dedim, adım olmayacaq. Ha, çünki onlar bilirdilər ki, eləyə biləcəyi yeganə səviyyədə olan mənəm. Və axırı gördülər ki, xeyri yoxdur da. Yəni dedim, mən orada gedib çıxış eləsəm yarım ildə, mən orada deyəcəm ki, onlar olmayacaq bir şey barəsində danışırlar da. Mən sözümü deyəcəm yəni. Mən qəbul eləməmişəm, məcburi bura qəbul olmuşam. Bu mümkün deyil, bu alınacaq bir şey deyil. Uşaq gördülər ki,
Bu bizim əksimizə gedir. Fikrini deyir, deyirlər xanım yaxşı, siz keçin oturun bu tərəfdə. Biz özümüz həll eləyərik. Dedim hə, buyurun. İndi yenə də gəlirlər mənə. Adın yox de bilirik, sənin adın olmayacaq. Deyirəm hə, belə istəsəz haradan hansı elm belə də aidiyyəti hardan lazımdır, kömək eləyərəm markasına, hər şeyinə eləyərəm. Amma yəni mənə aidiyyəti yoxdur. Məndən biraz uzaq durun. E, Əla. və Nəcəbət xanım, sizin ayrılasınlar. əla Belə. nəticələriniz məni çox sevindirdi. Çox qısa zamanda proqrama başlamışsınız. Çünki hələ cəmi bir ay deyil məncə hətta. Bir ayımız Bəli. tamam olmayıb, amma artıq nəticələr var. Maşın da artıq sizindir, narahat olmayın. Məqsədiniz varmı? İndi dəqiq bizə deyə bilərsinizmi? Hansı məqsədlə işləmək istəyirsiniz? Məqsəd, yəni sadəcə olaraq bilmək istəyirəm, özümün qoyduğum məqsədlərdə, yoxsa sizin belə deyək, seçdiyiniz məqsədlərin hansısa birindən, yəni necə başa onu bir dənə Hı aydınlaşdırın. hı. Gəlin mən sizə sonra qayıdaq. Siz baxın digər açıq sessiyalar necə gedir. Çünki Yaxşı. bizə çox sürətli olmaq lazımdır. Əlbəttə kiminsə nəticələri varsa bölüşün. Biz çox sevinirik, çox ilham alırıq. Burada dəhşət çox Nəcabət xanımı dəstəkləyənlər oldu. Hamı soruşur ki, nə etmisiniz? Bizə də Təşəkkürlər. de və s. və s. Biz sizinlə fəxr edirik və bunlar hamısı proqramların nəticəsidir. Ümumiyyətlə qatılım proqramlara özünüz görəcəksiniz ki, texnikalarla və s. Biz necə işləyirik. Və nəticəsi olan hər kəs də əlini qaldıra bilər. Borcları olan insanlar proqramlara götürmürük. Niyə? Çünki siz borcunuz var, nə ilə gələcəksiniz ki proqrama? Yenə mi borc götürəcəksiniz? O şeydən özünüz çıxmalısınız. Bunu nəzərə almalısınız ümumiyyətlə. Tak. Gültəkin Hacıbalayeva sizə eşidirik. Qısa və konkret. Mən salam deyirəm, siz məqsədinizi deyirsiniz. Salam Asiya xanım, mənim məqsədim ilk bir ay ərzində ilk 1000 manatımı qazanmaqdır. Hı -hı. Mən yeni məzun olmuşam və hal-hazırda heç bir yerdə işləmirəm. Psixologiya üzrə məzun olmuşam, bakalavr səviyyəsində və fikirləşirəm ki, hansı yollarla bunu əldə edeyim. Bir məqsədim var. Hı -hı. İlk 1000 manatı qazanmaq. Kimin belə bir məqsədi var? Chatda yazın. Ya da hər hansısa bir məbləğ qazanmaq. Birlikdə işləyə bilərik. Hamımız birlikdə. Hər hansısa bir məbləğ qazanmaq istəyirsə, fərqi yoxdur. Bu 10 mindir, 100 mindir, 1000dir, 1 manatdır, heç fərqi yoxdur. O məbləği biz yazırıq və başlayırıq işləməyə. Hı -hı. Və yazdığınız rəqəm ümumiyyətlə realist bir rəqəm olmalıdır sizin indiki ümumi gəlirinizə baxanda. Okay? Çünki realist deyilsə, sizin üçün o məbləği qazanmaq çox çətinləşir. Və çox uzaq gəlir sizə o məbləğ. Hı -hı. Hər kəs öz qazanmaq istədiyi məbləği yazır. Əla. Adınızı bir də eşidə bilərəmmi? Gültəkin. Okey, indi bizə deyə bilərsinizmi ki, mən fərqindəyəm ki, bu sessiya qeydə alınır və YouTube-da paylaşılacaq. Mən fərqindəyəm ki, bu sessiya qeydə alınır və YouTube-da paylaşılacaq və icazə verirəm. Əla, super. Və hər kəs də öz məbləğini yazdı. Vsyo, əla. İndi Gültəkin xanım düşünün ki, həmin o 1000 manatlıq məbləğ sizin tam qarşınızdadır. Aha. Sanki onun hamısı cash olaraq qarşınızdadır. İlk olaraq nə hiss edirsiniz? Təşviş hiss edirəm ki, mən necə bölüşdürəcəm bu pulu. Sonra ona nə demək istəyirsiniz? Mən səndən qorxuram ki, birdən sən yenə gəlmərsən, ona görə bilmirəm səni xərcləyim, yoxsa saxlayım. Hı -hı. İndi nə ifadə eləyiriksə, hamımız kağıza yazırıq. Hamımız kağıza yazırıq.
kim çox sevinir, çox şey olur, həvəslənir falan. Əlavə olaraq siz pula baxaraq deməlisiniz ki, çox sevinirəm, amma hələ də mənim deyilsən. Səsli şəkildə bunu deməlisiniz və baxmalısınız ki, hansı hissləri keçirirsiniz sonrasında. Hı -hı. Qalan hər kəslə biz davam edirik. Hı -hı. Tamam. Hı -hı. Hər kəs nə hiss etdi, hamısını kağıza yazsın indi. Və indi həmin pula baxaraq başqa nə də demək istəyərdiniz, hansı hissləriniz və s. Mən xoşbəxtəm ki, artıq sən qarşımdasan. Hı -hı. Tamam. İndi mən sizə sual verirəm. Uşaq vaxtı hansı valideyninizdir ki, gəlib sevinmisiniz, amma sizə elə gəlib ki, sonra yenə gedəcək və çox az çəkib bərabər keçirdiyiniz zaman. Anam. Hı -hı. Buna baxmayaraq ki, anam həmişə mənimlə olub. Anam evdar qadındır, amma bu sualı verəndə ağlıma anam gəldi. Ki, hər kəs öz yazdığı kağızda, bu Gültəkin xanımın məsələsidir işlədiyimiz, amma hər kəs öz yazdığı kağızdakı duyğulara baxsın, eyni duyğuları hansı valideyni ilə keçiribsə, onun adını yazsın kağıza. Yenə də hərə kağızda fərqli bir şey yazmışdı. Gültəkin xanım yazmışdı ki, mən qorxuram ki, gedərsən, xərcləyərəm, bir də gəlmərsən. His, dostlar, his. Mən his deyəndə siz necə yatırım edəcəyimi düşünürəm deyirsinizsə, bu his deyil. Bu intellektiniz hərəkətə keçir, sizə imkan vermir ki, hiss eləyəsiniz. Hı -hı. Əla. İndi səsli şəkildə hər kəs öz kağızında yazdığı sözləri həmin valideyninə xitabən səsli şəkildə deməlidir. Xitabən səsli şəkildə deyirik. Yaxşı? Xitab edirik həmin valideynə, o hissləri səsli şəkildə deyirik. Mən isə Gültəkin xanıma kömək eləyəcəm. Birbaşa ki, o kağızına yazdığı şeyləri birbaşa desin. Gültəkin xanım səsli şəkildə deyirik. Əziz anam, Əziz anam, sən gələndə sevinirdim. sən gələndə sevinirdim. Sən mənlə vaxt keçirəndə sevinirdim. Sən mənimlə vaxt keçirəndə sevinirdim. Amma bu çox çəkmirdi. Amma bu çox çəkmirdi. Ona görə təşvişlənirdim. Ona görə təşvişlənirdim. Narahat olurdum ki, yenə gedəcəksən. Narahat olurdum ki, yenə gedəcəksən. Tamam. İndi nə hiss eləyirsiniz? Daha durğun bir hisslər gəldi. Yəni cümləyə başlayanda biraz günahkarlıq, biraz da qısılma kimi məsələn bədənim daha reaksiya verdi, əsməyə başladı. Amma cümlələri bitirdikdən sonra daha sakit. Hı -hı. Sonra chatda yazın ki, nə duyğu keçirir. Hər öz valideyninə qarşı duyğularını ifadə elədikcə.
Hı hı. Tak, çatot oxuyuram. Əlasısınız. Hı hı. Hər kəs hiss etməyə başlayır. Bu çox yaxşıdır. İndi Gültəkin xanım gözlərimizi yumuruq. Hiss Aha. edin bir tərəfdə bu 1000 manatdır. Və siz ona baxırsınız yenə də. Aha. Hı hı. Bir tərəfdə isə mamanız dayanıb və ona da baxırsınız. Hansına qarşı daha çox emosiya hiss edirsiniz? Pula qarşı. Hı hı. Nə hiss edirsiniz? Qorunma içgüdüsü deyirlər, saxlama, gizlətmə, bu tip götürüm, gedim götürüm hissi. Daha çox. Hı hı. Narahatçılıq da var. Hı hı. Sizin bacınız, qardaşınız olub? Bəli, özümdən böyük bacım var, bir də qardaşım var, balaca. Hı hı. İndi mamanıza deyirsiniz o zaman. Aha. Mama, Mama, mənlə az vaxt keçirmisən deyə mənlə az vaxt keçirmisən deyə, səni özümə saxlamaq istəyirəm ki, bütün diqqətim məndə olsun. səni özümə saxlamaq istəyirəm ki, bütün diqqətin məndə olsun. İndi nə hiss edirsiniz? Körpə uşaq kimi hiss edirəm. Daha balaca. İndi pula baxanda nə hiss edirsiniz? Pula baxanda hisslərim daha azdır. Yəni bayaqkına nisbətən. Okey, bu sadəcə puldur. Bir daha nötr hisslər. Bir də rahatlama var ki, yəni pul oradadır. Tamam. İndi səsli şəkildə mamanıza baxaraq deyirsiniz, mama, Mama, uşaq vaxtı səninlə daha çox vaxt keçirmək istəyirdim. uşaq vaxtı səninlə daha çox vaxt keçirmək istəyirdim. Keçirə bilməmişəm deyə üzülmüşəm. Keçirə bilməmişəm deyə üzülmüşəm. Hı -hı. Mən bilməmişəm ki, Mən bilməmişəm ki, necə lazım olanda səndən sevgini götürüm, necə lazım olanda səndən sevgini götürüm, diqqəti götürüm. diqqəti götürüm. Ona görə indi də pulu necə götürəcəyimi bilmirəm. Ona görə indi də pulu necə götürəcəyimi bilmirəm. Mənə elə gəlir ki, pulu sıxıb özümdə saxlamalıyam, başqasına verməməliyəm. Mənə elə gəlir ki, pulu sıxıb özümdə saxlamalıyam, başqasına verməməliyəm. Ya da itirməkdən qorxmalıyam. Ya da itirməkdən qorxmalıyam. Eyni sənlə olduğu kimi. Eyni sənlə olduğu kimi. İndi sual verin. Mama, başqa cür necə ola bilərdim? Mama başqa cür necə ola bilərdi? Hiss eləyim anınız sizə göstərir ki, onsuz da həmişə buradaydım. Nə vaxt istəsən gəlib bir dəfə qucaqlaya bilərdin, yanımda dayana bilərdin. İncimək, itirməkdən qorxmaq, özünə saxlamağa çalışmaq, paylaşmamaq lazım deyildi. İndi nə hiss edirsiniz? İndi biraz daha az aqressiya və rahatlama hissi. Yəni daha rahat. Uşaq vaxtı istəyəndə mamanızı gedib qucaqlayırdınız ya da sənə ehtiyacım var deyirdiniz. Xeyr, biz soyuq olmuşuq. Hı, Xatırladığım qədərilə soyuq olmuşuq. tamam. İndi deyim, mama, mən nə isə dəyişmək istəyirəm.
Mama, mən nəyisə dəyişmək istəyirəm. Mənim sevgiyə, sənin sevginə ehtiyacım var. Mənim sənin sevginə ehtiyacım var. Olar ki, bir dəfə məni qucaqlayasan. Bunu demək o qədər çətindir. Çünki siz pulu da götürmək üçün deməlisiniz. Hazırda ego sizdə soyuqluq yaradır və o imkan vermir ki, siz pulu da götürəsiniz və sizə elə gəlir ki, pulu görəndə təşvişlənmək lazımdır, həyəcanlanmaq lazımdır ya da özünə saxlamaq, paylaşmamaq. Əslində isə pul belə qazanılmır. Hal-hazırda psixikanız düzgün işləmədiyi üçün pul qazanmaq da çətin gəlir. Biz onu düzəltməyə çalışırıq. Yavaş-yavaş çalışın səsli şəkildə. Deyəsiniz, mama məni bir dəfə qucaqla. Buna ehtiyacım var. Mama, məni bir dəfə qucaqla. Buna ehtiyacım var. Hı -hı. Nə hiss edirsən, nə baş verir? Çətin gəlir bunları demək. Çənəm ağrıyır. Yəni axırıncı cümlələr ümumiyyətlə çənəmdən çıxmaq istəmir. Və qəribə bir şəkildə rahatlama da hiss edirəm. Mamanız neyinir bunu deyəndə? Gözü yumulu sanki. Gülümsüyür sadəcə. Orada qolunu, əlini mənim qoluma qoyub və gülümsüyür. Aha, indi hiss edin bütün bədəninizdə ki, sevgini almaq bu qədər asandır. Və mamanızı tutub saxlamaq, paylaşa bilməmək və s. bunlar lazım deyil. Hiss edirəm ki, o həm də mənimdir. Yəni, əvvəl elə bilirdim ki, o mənim deyil. Yəni elə hiss edirdim. İndi hiss edirəm ki, o həm də mənimdir. Məndə də var yəni onun hissəsi. Və hiss edin ki, nə vaxt istəsəniz, istənilən bir insandan sevgini diqqətə ala bilərsiniz. Sadəcə digər şeyləri araya qatmasaq. Çünki biz qulağımızı belə qaşıya bilərik. Duyğular bizə imkan vermir deyə belə qaşımağa başlayırıq və yaxud ümumiyyətlə əlimiz çatmır ki, qaşıyaq. O qədər dolandırırıq ki, belə axır ki, qulağımıza əlimiz çatmır ki, o qulağı qaşıyaq. Duyğu imkan vermir bizə sadəcə olaraq. Tamam. İndi hiss edin təzədən pula baxırsınız. İndi nə baş verir? İndi elə hiss edirəm ki, pul ordadır və mən istəsəm gedib onu götürə bilərəm, istəməsəm də otura bilərəm öz yerimdə. Bu Tamam. mən. İstəsəm götürə bilərəm. Nə edə bilərsiniz ki, dəqiqliklə rahat. Necə ki, mama məni qucaqla deyəndə mama qucaqlayır. Pula qarşı nə edə bilərsiniz? Hansı addım ata bilərsiniz? Konkret səhifə açıb danışma gəlir ağlıma. Hı -hı. Nəsə danış. Hı -hı. Tamam. Dəqiq nə qədər istədiyinizi, hansı yolla istədiyinizi biləndə, yəni mamamdan sevgini istəməyi bilirəmsə, kimdən istəyirəm, düzdür, mama, nə qədər istəyirəm və necə üsulla istəyirəm, mən rahatlıqla fikrimi ifadə eləyib o sevgini ala bilirəm. İstənilən bir insanla bağlı bu belədir. Amma bununla bağlı da eyni cürə. Bunu başa düşəndə psixika rahatlaşır, duyğularını yenilmir artıq. Bununla bağlı da eyni cürədir. Sən biləndə ki, dəqiq nə qədər istəyirsən, kimlə istəyirsən və necə istəyirsən. Yəni, how much, hətta why, bu, kimdən və necə. How. How dedik, why dedik, hamısı. Və bunlar hamısına cavab verə biləndə mən onu gedib götürürəm. Yəni, qısacası
Bir var ki, masadan duz istəyirəm, amma dolambac yolla gedirəm. Birinə deyirəm mənə xiyar uzat, o birisinə deyirəm mənə staliçin salat uzat, bu birisinə yolla sırayla gəlirəm, amma sözümü deyə bilmirəm. Ya da ümumiyyətlə hərəkətsiz qalıram, duyğuma yenildiyim üçün, mənə verməyəcəklər deyə düşündüyüm üçün. Ya da bütün duzları sıxıb özümdə saxlayıram ki, duzum qalmayacaq. Ya var ki, rahat yolla duz istəyirəm, duza ən yaxın adamı seçirəm və deyirəm ki, filan kəs mənə duzu uzat. Yox. Bu da yeni bir şeydir. Psixika düzgün işləməyəndə biz mümkün bizim istədiyimiz qədər məbləği də qazana bilmirik bu şəkildə. Bu da hardan gəlir? Uşaq vaxtı kimlə ki burnu belə duyğular yaşamış, hansı valideynimizlə yaxınlaşa bilməmişik və s. ona bağlıdır. Ümumiyyətlə bu sessiyadan sonra hər kəs Gültəkin xanımın özü də fürsətlərə maksimum açıq olmalısınız. Yəni sessiyalardan sonra iki yol olur həmişə. Bəzən deyirlər, yenə də deyirəm, təlimlərə qatılan 1-2 nəfər həmişə 1% insan olur, 2% insan olur ki, ümumiyyətlə nəticə əldə eləmir və bu çox normaldır. Niyə? Çünki o insanlar başa düşmür ki, istənilən bir texnikanı eləyəndən sonra, istənilən bir təlimə qatılandan sonra iki yolunuz var. Ya fürsətlərin hamısını görüb götürəcəksiniz qarşınıza çıxan fürsətləri. Çünki hal-hazırda bütün bədəniniz, şüurunuz, şüuraltınız işə keçib. Hərəkətə keçib. Fürsətləri ya görüb götürəcəksiniz, ya da enerjinizi fürsətlərə xərcləməyəcəksiniz. Dönməyəcəksiniz, baxmayacaqsınız, görməyəcəksiniz, istifadə eləməyəcəksiniz və gedib yemək yeyəcəksiniz, kökələcəksiniz. Ya da ümumiyyətlə nəsə alınmayacaq, ya da ümumiyyətlə yenə yerinizdə sayacaqsınız, hərəkətsiz qalacaqsınız və s. Bu yolsa bizə lazım deyil. Ona görə də bu andan etibarən növbəti nə bilim bir həftədə, 3 gündə nə fürsət çıxdısa, pulla bağlı, maddiyyatla, fürsət və s. işlə bağlı istifadə etmək lazımdır. Hətta yanlış seçim olsa belə təcrübədir deyib istifadə etmək lazımdır. Çünki məqsəd budur hal-hazırda. Okay? Aha, anladım. Çok sağ olun. Aysel xanım Gültəkin Hacıbalayeva ad familiyanı götürərsə, zəhmət olmasa və siz Aysel xanıma yazarsınız. Və keçirik növbəti. Ümumiyyətlə sessiyadan nə götürdük? Baxın, bu sessiyaları necə eləmək? Hər həftə bu sessiyaları biz onsuz da Master Coach-da eləyirik. Qrup şəklində hər həftə açıq sessiyalar olur. Biz işləyirik. Bu arada bizim Master Coach-lar üçün özləri bilər. Pul mövzusu ən asan işlənilən mövzudur. Tık-tık pul mövzusunu istənilən məbləği işləyə bilirik. İstənilən məbləğə doğru planlar qura bilirik. Bu çox rahat mövzudur. Rahatdır, amma sürətlidirmi? Yox, hər kəs üçün yox. Çünki hər kəsin psixikasını qəbul etmə mexanizmi var. Master coachlara da demişəm ki, bir pulla bağlı yavaş-yavaş məqsədlərə çatmaq lazımdır. Çox sürətlə alın. Psixika öyrəşməlidir deyə. Okay. Və əla. Və ona görə də Master Coach-da sizi gözləyirəm. 17.17-də başlayırıq. Siz qapalı sessiyaya yazılın. Ödənişsiz komandayla sessiyanı keçin, görün. Uyğun gəlirsiniz proqrama yoxsa yox, qəbul alırsınız yoxsa yox. Okey. Son zamanlar texnika eləyirəm, normal hala düşmüşük. Texnikalar çox, yəni inanılmaz bir şeydir. Özlərində işləmək, şüuraltı ilə işləmək. Xəyalən Nuri eşidirik sizi. Bron eləyənlər, qatılanlar hamınızı təbrik edirəm. Tak, nəyi bron eləyirsiniz dostlar? Birbaşa bronlaya bilmirsiniz. Mən onu deyirəm sizə. Ödənişsiz sessiya götürməlisiniz. Baxın, görün, qəbul alırsınız Master Coach-a yoxsa yox. Hamını qəbul eləmirik. Master Coach böyük təlim proqramıdır, sertifikatlı coaching proqramıdır. 2 il sertifikat veririk. Coach vəsiqəsi veririk. 1 il mentorluqda qalırsınız. Bura hər kəsi qəbul eləyə bilmirik. Xəyalən Nuri, səs açıb danışa bilərsiniz. Selamun aleyküm. Salam, xoş gördük. Eşidirik məqsədinizi. Eşidirsiniz mi? Bəli, eşidirik. Buyurun.
Mən biraz zəifləşdirəm. Mən məqsədim barəsində demək istəyərdim. Orada da qeyd elədim chat bölməsində. Mən istəklərim çoxdur, prosta həyata keçirə bilmirəm. Daha doğrusu yanımdakı insan izin vermir. Amma belə istəklərim çoxdur. Yəni bu da niyə belə olur? Yəni orasını da bilmirəm düzü. Tamam. Xəyali xanım, sizinlə hələlik sağollaşırıq. İzah eləyəcəm indi. Tak. Kim mənə chatda deyər, niyə sağollaşırıq? Tak, biz dünənki sessiyada mütləq baxmaq lazımdır. Ümumiyyətlə, Xəyali xanıma tövsiyəm, bütün YouTube-a baxmaq hamısına, bütün ödənişsiz nə varsa hamısına baxmaq. Hal-hazırda probleminizlə gəlmişsiniz. Nə istədiyiniz bilinmir. Sadəcə probleminiz və həyatınızı sanki ələ keçirdiyini düşündüyünüz bir insan var. Və bu vəziyyətdən çıxmadan ona görə mən deyirəm, borcda olan, məqsədi olmayan, minusda olan insanları biz prosta proqramlara götürmürük. Ona görə yox ki, pis adamsınız. Ona görə yox ki, nəsə əksikdirsə, əsla yox. Mən özüm də belə bir durumda olmuşam vaxtında. Vaxt ikən. Sadəcə bu durumdan ancaq sizi özünüz çıxara bilərsiniz. Bunun üçün istənilən qədər ödənişsiz materiallarımız var. YouTube-da var, botun içində var texnikalar, postların altında var fərqli texnikalar, praktikalar və s. Dünənki açıq sessiya paylaşılsa ona baxın mütləq ki, necə problemi həyatınızda saxlayırsınız. Və siz problemə kökləndirsə, məqsəd qoya bilmədinizsə, nə istədiyinizi dəqiq görmürsünüzsə, ümumiyyətlə həyatınızda daha çox o problemi saxlamaqla daha çox o problemi həyatınızda saxlayırsınız, belə deyərlər qısacası. Başqa da heç nə. Tamam. Əlinizi qaldıra bilərsiniz. İsa ilə Muradova işdeyiz. Axşamınız xeyir. Xoş gəldik, eşidirik. Mənim məqsədim Master Coach proqramına qaşılmaqdır. İnşallah ki, ona da qoşulacam. Bu məqsədlə bağlı mı işləmək istəyirsiniz, yoxsa necə? Bəli, bu məqsədlə bağlı işləmək istəyirəm. Tamam. Səsli şəkildə deyə bilərsinizmi ki, mən fərqindəyim ki, bu sessiya qeydə alınır və YouTube-da paylaşılacaq. Mən fərqindəyim ki, bu sessiya qeydə alınır və YouTube-da paylaşılacaq. Əla. Tamam. Ümumiyyətlə, bizim strukturda, ümumiyyətlə şirkət daxilində olsun, səhifədə, orada hər yerdə, YouTube-un özündə, TikTok, hər yerdə, Telegram, həmişə qayda qanunlar var. Və bu sizə ola bilər ki, ödənişsiz baxanda biraz çətinlik törədə bilər, amma ödənişli hissələrə qatılanda çox daha rahatlıq törədir, özünüzü güvəndə hiss eləməyə başlayırsınız tam olaraq ortamda. Niyə? Çünki hiss edirsiniz ki, kimsə sizi də qoruyur burada. Yəni, sadəcə bir ortama düşmədiniz. Yəni, sadəcə bir kursa qatılmadınız. Həqiqətən də yüksək səviyyəli bir məkandasınız, keyfiyyətli bir məkandasınız, reglamentlər var, qaydalar var, müqavilələr var, keyfiyyət sorğusu var, dəstəkçi insanlar var, administrator var, hamı. Okay? Tak, bircə dəqiqə. İsa ilə Muradova. Səsiniz niyə bağlandı? Dostlar, coaching proqramı, Master Coach proqramı, bir illik proqramdır. Və bir il sizə heç kəs ödənişsiz coaching eləməsin. Əlbəttə ki, ödənişsiz heç kəs ikili sertifikat proqramı verməz. Plus coach vəsiqəsi, plus müştəriləriniz belə təqdim olunur bu proqram daxilində sizə hər şey verilir. Yəni, bunun artıq mənə elə gəlir ki, qiyməti belə yoxdur. Okey, Asiyə xanımdan xahiş edəcəyim ki, bizim IT komandasını da bildirsin. Bu ödənişsiz sessiyalara Master Coach-a qatılmaq üçün Master Coach haqqında məlumat linkidir, sessiyalara qatılmaq linkləridir. Hamısı paylaşılsın botda, kanalda, hər yerdə.
Tak, İsrail xanım, nəsə addım atmısınızmı? Ümumiyyətlə, ödənişsiz sessiyaya, diaqnostik Addım sessiyaya qatılmısınızmı? Bəli, qatılmışam, qəbul olmuşam. Hı -hı. Sonra hansı qalır? Bəs hansı addım qalır? Niyə narahatsınız? Əslində belə deyim də, e, narahatçılıq odur ki, yəni bron ödəniş edəcəm. Ona biraz narahatçılığım var. Hı -hı. Okey, aranızda chatda yazın. Kim nəyəsə ödəniş etmək istəyir, amma narahatdır, nəsə bir addım atmaq istəyir, narahatdır ki, qarşılığını verməliyəm bunun. Ola bilər bu maşını almalısınız, buranın ödəniş eləməsi, bu ola bilər. Ola bilər master coach-a qatılmaq fərqi yoxdur, başqa təlim ola bilər. Nə bilim, bir mentorla coach işləmək ola bilər, sumka almaq ola bilər, hər şey ola bilər. Ya da nə bilim, blogerə reklam vermək ola bilər. Nəyəsə ödəniş, yarısa yatırımdan gedir söhbət. Tətilə çıxmaq ola bilər və s. Chatda yazın lütfən. Mən biraz əvvəlkində öz üzərimdə etdim, xanımın o 1000 manat məsələsi. Hı -hı. Düz gəlirdi, üstə gəlirdi. Bəli, üst-üstə gəlir. Hı -hı. Hal-hazırda Mən bunu işləyirsinizmi bəs? Hardasa? analıq məzuniyyətindəyəm hal-hazırda. Hı -hı. Əla. Və master coach kimi çalışmaq üçün istəyirsiniz keçmək, düzdür? Bəli, koç kimi çalışmaq, ola bilsin ki, hər hansısa bir biznes də qurmaq ola bilər. Hı -hı. Tamam, əla. Yəni əsas məqsədim öyrənməkdir, belə deyək, özümü inkişaf etdirməkdir birinci. Öz üzərimdə işləməkdir. Biz buna deyirik, nə? Məsələn, bir şeyə nəsə verməliyəm, yatırım etməliyəm, nəsə qoymalıyam. Amma edə bilmirəm, addım ata bilmirəm. Mən keçən gün bir misal çəkmişdim, bir daha çəkəcəm o misalı. Dinləməyənlər varsa və s. Onlar üçün, görməyənlər varsa. Yadınızda bir həftə öncə idi, səhvləmirəmsə, mən dedim ki, KFC-nin qarajı var, KFC qaraj. Oradan çıxmağa çalışırdım və ən öndə mən gəldim, arxamda təqribən 10-15 maşın yığıldı. Hamı ödənişini onlayn eləyib Azparkingdən və hamımız orada bilirsiniz də, bu qarajdan çıxmaq üçün şlaqbaumı keçmək lazımdır. Hamı sıraya düzülüb, şlaqbaumun qabağında isə bir dənə köhnə bir Mercedeslə bir kişi saxlayıb, maşından da düşüb, əlini də belə qoyub dayanıb. Və arxada da hamı, mən də ondan sonrayam, məndən sonra da bir 15 maşın var. Və hamı dayanıb baxır ki, nə baş verir. Keçə bilmirik. 5 dəqiqə gözləyirik, keçə bilmirik. Adama deyirəm ki, keç də, çıx get, biz də keçək. Deyir ki, keçməyəcəm mən. Başlayır qışqırmağa. Mənim də ki, şüşəm bağlıdır, eşitmirəm nə deyir. Deyirəm, yəqin ki, ödənişinin keçməyini falan gözləyir, biraz səbr eləyim. Mən də qabaqdayım, mən neynəsəm, arxadakılar da onu eləyəcək avtomatik. Çünki mən siqnal versəm, onlar da siqnal verəcək. Mən verməsəm, onlar verməyəcək. Çünki mən görürəm önümü. Neyse biraz keçir. Görürəm ki, nəsə nitodur söhbət. Pəncərəni açıram, deyirəm, nə olub, keçin də. Görürəm ki, qışqırmağa başlayır ki, mən bayaqdan demişəm ki, mən burada 5 manat yazıb, budurublar, bura ödəniş olmalıdır, ödənişsiz olmalıdır. Mən keçməyəcəm, mən o pulu verməyəcəm. Amma çıxmaq istəyirəm. Başım, çox qoca kişi deyil idi bu arada. Prosto məndən daha yaşlı idi, belə deyərlər. 40-lı, 45-li yaşlarda, bəlkə də 50 ola bilər belə. Və keçmək istəyir, keçə bilmir. Axır ki, bu axıranlar gəlir və ona deyir ki, mənə də belə deyir ki, biz neyniyə bilərik ki, indi. Mən də deyirəm, necə neyniyə bilərsiniz? Keçmək istəyirik. 15 nəfər yığılıb arxada. Burada hazırda vəziyyət pisdir. Hamı çıxmaq istəyir, hamı ödənişini eləyib, hamı gözləyir. Yox, pulunu versin sonra. Kişi deyir ki, mən vermirəm, verməyəcəm pul, istəmirəm, məndən pul ala bilmərsiniz. Siz kimsiniz ki, məndən pul alırsınız? Mən istəmirəm vermək, mənə pul lazımdır. Hoşum, belə söhbət gedir, dava qırıq. Kişi bütün enerjisini xərclədi orada, əlbəttə ki, maşından düşür, çıxır, qışqırır, əsəbləşir və s. Və axır ki, çıxanda qapını açın, artıq mən başladım siqnala bərk basmağa ki, neyinirsini buraxın. Neyinirsini buraxın bizi, çünki biz getməliyik, biz ödənişimizi eləmişik. Mən siqnalı çox bərk bastığım üçün, saxlamadığım üçün. Onlar dedilər ki, biz qapını açırıq, üstündə nə pulu varsa versin iç bu. Başım, kişi dedi ki, mən 1 manat verirəm. Axır ki, oğlan deyir ki, 5 manat yazıb.
Bu da deyir ki, mən buranın sahibi deyiləm ki, həqiqətən də deyir, vəzifəmdir. Mənim heç olmasa 2 manat ver, biz cibimizdən nə qədər qoyacağıq sənin əvəzinə? Burada уже yazıb ki, Oşum zor bəla yanında xanımı var idi. O xanımı çıxarır deyəsən 2 manat verir, nə qədər verir. Oşum toplam 3 manat alınır. Halbuki 5 verməli idi. Oşum çıxır gedir bu. Biz də gedirik. Hamı əsəbləşdi əlbəttə ki, bu 10-15 dəqiqədir biz gözləyirik, razborka gedir. Mən belə döndüm, oradan Qış Parkına tərəf dönürsən. Qış Parkının svetoforuna çatanda mənə bir şey oturdu ki, həqiqətən də mən də həmin anda, çünki həmin gün mən düşünürdüm ki, deyəsən bu ay çox xərclədim. Belə düşüncəm var idi. Mən düşündüm ki, hər şeyin, hər bir qapının açılması üçün xərc var. Və bu qapı fərqi yoxdur nə qapıdır. Növbəti gün nəfəs almaq üçün belə bir xərci var onun. Pulla olmasa da başqa bir şeylə. Yemək yeməyə resurs xərcləməlisən, düzdür? Tualetə getməyə resurs xərcləməlisən. Nəfəs almağa resurs xərcləməlisən ki, sən sabah sağ çıxasan. Çünki nəfəsini saxlasan belə sabah sağ çıxmırsan. Və eyni şey həyatımızda bütün pillələrlə bağlı. Hər şeyin bir ödənişi var. Bu nə qədər kobud bir misal olsa da mənə çox böyük bir fərqindəlik oturdu ki, həqiqətən də sən nə qədər qorxursan o qapıları açmağın ödənişini eləməyə, o qədər də o qapılar sənə açılmır. Və açmaq üçün ya da açılmadığı üçün boş yerə öz enerjini xərcləyirsən. Yəni necə ki, insan nəfəsini alıb verməsə, sağ qalmaq üçün çırpınmağa başlayacaq belə-belə. Yoxlaya bilərsiniz əgər. Bu bir tövsiyə deyildir, nəysə. Amma nəfəsinizi saxlasanız, həqiqətən çırpınmağa başlayacaqsınız ki, sağ qalasınız. Bu da elə bir şeydir. Sən sənə lazım olan etapları keçmək üçün istənilən növ ödənişləri etmirsənsə, bu təkcə pulla bağlı deyil, yenə də. Adicə nəfəs almaq olsun, sabah sağ çıxmaq üçün, adicə su içmək olsun, adicə tualetə vaxtında getmək olsun. Bunlar hamısı ödənişlərdir, düzdür? Sən resursunla ödəniş eləyirsən. Və sən hələ hazır deyilsənsə bu ödənişləri etməyə və həqiqətən də rahatlıqla bu ödənişi etmək istəmirsənsə, keçmək üçün o qapılar ya açılmır ümumiyyətlə, ya da onsuz da keçməlisən oranı deyə, məsələn, onsuz da nəfəs almalısan, sağ qalmalısan deyə çırpınmağa başlayırsan. Çırpınmağa başlayırsan. O çırpınmaq, siz görmüsünüz məncə ki, kimsə nəfəsi çatmayanda çırpınır və yaxud da sözümüz hamımızdan uzaq, amma yenə də həqiqətən də, çünki yenə deyirəm, növbəti dəqiqədə, bax indi danışırıq, növbəti dəqiqədə saat 20:28-dir. 20:29-a sağ çıxmaq üçün belə biz resurs xərcləməliyik. Və bəli. Və xərci çoxdur deyə düşündüyünüz şeylər əslində xərci çox deyil. Sən necəsə yaşamaq istəyirsənsə, bu xərci ödəməyə hazırlıqlı olmalısan. Həmişə. İnsanlar məsələn yaxşı bir evdə yaşamaq istəyirlər, amma o evin xərcini ödəməyə hazır deyirlər. İşləməyə hazır deyirlər yetəri qədər, resurs verməyə, dünyaya xidmət etməyə ki, o evin qarşılığını ödəyib o evdə yaşaya bilsinlər. Və eyni şey xüsusən də Master Coach kimi proqramı götürsək, burada nədən söhbət gedir? Master Coach proqramını hissəli də ödəyə bilirsiniz, əgər seçilmisinizsə. Və siz həqiqətən onun qarşılığını verməyə hazırsınızsa, siz burada nə edirsiniz? Siz orada ilk həftələrdən müştəri götürüb işləməyə başlayacaqsınız. Hardan oldu tapacaqsınız o müştəriləri, o pulu qazanacaqsınız. Çünki bizdə təlimlərdə, hətta chatda buradadılarsa yaza bilərlər. Çox olub belə, qızlar arasında xüsusən çox olub belə ki, qatılıblar, çətin olub vəziyyət, fərqli rayonlardan, ola bilər, kəndlərdən, ola bilər, qatılıblar, amma bir həftə, 2 həftə ərzində zorlayıblar, nə ediblər, eləyiblər, taktikalar, texnikaları öyrəniblər, müştərini götürüblər, işləyiblər, düzdür? Və pulu qazanıblar. Yəni, burada puldan söhbət getmir. Söhbət ondadır ki, o qapının açılmağına hazırsanmı? Çünki təkcə əməkdən getmir söhbət. Ödəniş etmək. Nə ilə ödəniş eləyirsən? Çünki sənin yaşamaq istədiyin bir həyat varsa, sənin bir məqsədin varsa, növbəti dəfə açmaq istədiyin bir etap varsa həyatında, yəni deyirəm, onun ödənişini eləməlisən. Və məsələn, hər kəsin anladığı bir ödəniş etmə üsulu var, düzdür? Bəzisi həyatda hər şey pulla aldığını düşünür, bu da var. Bəzisi anlayır ki, bəzi şeylər pulla alınır. Pul isə xidmətlə qazanılır. Xidmət isə müəyyən təcrübə ilə əldə edilir. Və hər şeyi necə əldə etməli olduğunu daha müdrik şəkildə anlayır.
Bəzisinə elə gəlir ki, sadəcə pulu ya da sevgini qazanmaq üçün, yaxşı deyək pulu qazanmaq üçün, yaxşı evdə yaşamaq üçün sadəcə tutaq ki, belə insanlar var, belə xanımlar var xüsusən də, sadəcə qoca kişilərin məşuqəsi olmaq lazımdır. Başqa yol bilmir, məşuqəlikdən başqa yol bilmir. Var belə insanlar. Pisdir, yaxşıdır, biz buna heç zaman mühakimə eləyə bilmərik. Amma onun bildiyi yol da sadəcə odur. Onun ödəniş üsulu sadəcə budur. Başqa cürünü hələ kəşf etmək istəmir. Eyni şey də bizim hamımızla bağlı. Siz özünüz fərqinə varın. Nə vaxt hazır olacaqsınız qapıları açmaq üçün ödəniş etməyə. İnanın mənə, o ödənişi necə qazanacağınızı da tapacaqsınız. Hər şey almağa başlayacaq. Çünki mən sizə sırf kursla, təlimə qatılmaqla, öz inkişafla bağlıdırsa, misal verim ki, mənim ilk qatıldığım təlimə qatılmaq üçün 2000 manat birbaşa ödənişə ehtiyacım var idi. Və mən dedim ki, neçə vaxt qalır təlimə? Soruşdum, Rusiyadaydı həmin təlim. Mənim onda heç səhifəm belə yox idi. Səhifəm belə yox idi, sadəcə öyrəndiyim bilgilər var idi. Mən onu nəyəsə çevirmək üçün biznes təliminə də qatılmalıydım. Düzdür, bu ayrıca bir biznes təlimi idi. Burada coaching falan değildi. Ayrıca biznes idi. Sistem qurmaq, Instagram açmaq sırf bununla bağlı idi. 2000 manat idi qiyməti. Bəlkə də həmin xanımı da tanıyırsınız, Margo'da adı, çox böyük səhifəsi var və s. Mən istəyirdim ən yaxşıdan dərs alım. Mən başlayıramsa promo ən yaxşı ilə başlayayım. Və mən onların komandasına yazdım. Dedilər təlim 2 həftə sonra başlayır, 3 həftə sonra. Boşun biraz vaxt var idi. Mən dedim, olar ki, əlimdə nə qədər pul varsa verim sizə. Çox az idi məndə pul. Qalanını da necəsə düzəltsəm düzəldəcəm, düzəltməsəm düzəldə bilməyəcəm. Amma mən oraya girmək istəyirəm. İnanırsınız, inanın mənə necə oldusa, mən oradan buradan o 3 həftə ərzində o pulun böyük əksəriyyətini topladım. 1000 manatını topladım mən o pulun. Oradan bir qızıl satdım, buradan bir xidmət gördüm, onu elədim, bunu elədim, amma mən o pulu topladım bir hissəsini. Mən elə özümlə tam fəxr eləyirdim ki, ödənişin bir hissəsini də onlara yazdım ki, link göndərin, bir hissəni də ödəyim. Mənə bir zəng gəldi. Hələ də unutmuram mən bunu. Dostlar, bu möcüzə deyil. Bu sadəcə olaraq kainatın işləmə sistemidir, sxemidir. Sən qərar verəndə bütün qapılar açılır. Sən hazır olanda bütün qapılar açılır. Mənə bir zəng gəlir. MBA oxudum universitetdən. Mənə zəng gəlir ki, mənim MBA təhsilimi mənim keçmiş partnyorum ödəmişdi və mənim orada pulla əlaqə keçməmişdim çox da. Mənə bir zəng gəlir və o zəngdə bir xanım idi. Götürür mənə belə deyir ki, salam Asiya, deyirəm salam kimdir? Bəs universitetdən zəng eləyirik, siz məzun olmuşdunuz. Deyirəm, hə, məzun olmuşuq. Siz bizə səhvən bir ödəniş eləmişsiniz çoxlu. Siz əlaçı olmuşsunuz axı, niyə ödəniş eləmişdiniz? Əlaçılar ödənişsiz oxuyur burada. Və şok kontent, deyirəm, nə qədər pul qayıdacaq mənə? Mənə deyir ki, 1800 manat. Və mən başa düşürəm ki, o pul mənim tam məsələmi həll eləyir. Təlimin tam qiymətini də həll eləyir, o tərəfə də çıxır. Və o anda mən qaça-qaça gedirəm universitetə, bank hesabım belə yox idi. Məndən bank hesabı istəyirlər ki, mən o bank hesabına pulu köçürsünlər onlar və s. Və əlbəttə, o deyə bilərsiniz ki, onda ex-partnyorundan alardın da ödənişi, belə pul var idisə, sənə şey eləyirsə. Ala bilmirdim. Burada bəzi məsələlər var. Çünki insan, xüsusən də yeni bir şeyə addım atırsansa, xanımsansa, xüsusən də uzun müddətli işləməmsənsə, xüsusən də dekretdəsənsə, yeni ana olmursan və s. Sənə heç kəs inanmayacaq ki, sənə yatırım eləsin belə bir şeyə. Özü 2000 manat birdən-birə. Hələ bundan əvvəli də var idi, bundan sonrası da var. Hələ də mən yatırımlarımı eləyirəm. Son dəfə ilə 1200 manat mən öz koçuma bir sessiya üçün yatırım eləmişəm. Və sözümün canı nədir? Mən o vaxtda o ödəniş eləyəndə başa düşdüm ki, hər şeyin bir ödənişi var. Hazır olanda bütün qapılar sənin üçün açılır. Və sən özün də üsulunu tapırsan artıq ki, mən necə bu pulları qazana bilərəm. Çünki hazıram ödəməyə. Ödəməyə hazıramsa qazanmağın üsulunu da tapıram. Bu bir. İkinci önəmli məsələ, mən o vaxt sırf master coachun yaranma tarixi çox qədimlərə dayanır da, belə deyərlər. Düzdür, bu 2 ildir, proqram 2 ildir, 100-ə yaxın məzunumuz var, amma o vaxt mən başa düşdüm ki, məsələn, mənim kimi yeni başlayan bir insan ya da komple olaraq başlamaq istəyən insan ki, həm Instagramda başlasın, həm xidmətlərini təqdim eləsin, satsın, həm yeni bir sahə öyrənsin. Mən tək-tək fərqli adamlara ödəniş edib, fərqli akademiyalara, kurslara qatılmışdım. Mən başa düşdüm ki, nə vaxtsa mən belə bir akademiya açsam online, orada hər şey içində olacaq. Ona görə də Master Coach-u biz belə elədik ki, bir hissəsi satış, marketing, biznesdir, mini MBA kimidir. O bir hissəsi coaching, life coaching və mentorluqdur.
Bir illik. Yəni hamısı kompakt içindədir. Plus müştəriləriniz sertifikat alandan sonra təqdim olunur 2 sertifikat, bir vəsiqə. Yəni o vaxtlar mənim həyatımda nə çatmırdısa sürətlə başlamaq üçün ki, mənim çox uzun 4 ilim getdi ki, mən master coach-u vuracaq səviyyəyə qədər gəlim çatım. İzləyici sayımını nə bilim 80-90 minə çatdırmışdım o vaxt artıq. Mənim 4-5 ilim getdi buna qədər. Amma istədim ki, insanlar kim ki mən işləyəcək, onun bu qədər vaxtı getməsin. Hər şey əlinin altında olsun artıq. Həm müştərisi, həm asistanı, həm işçiləri, işçi bazası da biz təqdim edirik axı. Həm işçiləri, həm bu. Həm mühasibatla necə başlayacaqlar, şirkət necə açacaqlar, bunun köməyi, həm ödənişsiz coachlar, kanalda adamsı məzunlar və s. ödənişli ödənişsizə dəstək ola biləcəklər. Həm satış, həm marketinq, biznes tərəf, həm life coaching, həm öyrətmə hamısı kompleks şəkildə bir proqramın daxilində olsun. Və vəsyo, belə unikal bir proqram da buradan yarandı. Baxın, indi mən o vaxtda risk elib o ödənişləri etməsəydim o qapıları açmaq üçün, illər sonra bu birisi qapı açılmazdı ki, biz akreditasiya alaq, Avropadan, Türkiyədən və s. düzdür. Əlbəttə, istənilən xidmətə dəyər puluna, İsarə xanımın səhəsini açıram, istənilən xidmətə dəyər pulunu verməyə, bu fərqi yoxdur. Hətta siz bəziləri deyir, niyə 10 min dollara çanta alırlar insanlar Hermesdən? Çünki dəyir. Çünki bir şey 10 min dollara satılırsa dəyir ona. Bu sənin üçün fərqli qapını açır həqiqətən də. O çantanı götürəndə sən fərqli qapılardan girə bilirsən. O çanta yaxşı investisiyadır. Hətta son bir ildə hesablanıb ki, qızıldan və stoklardan belə ən yaxşı investisiya Hermes çantalardır. Çünki qiyməti sürətlə artır. Yəni istənilən bir şeyə qoyulan qiymət 5 manat qarajın qapısını açmaq üçün qoyulubsa, bunun həcmi də budur bu xidmətin 5 manat. Yox, qapını açdım, çıxdım. Bu qədərdir xidmət. Yox, əgər bir şeyin qiyməti 2000 qoyulub ya da 10 min qoyulubsa, onun da dəyəri odur və 10 minlik dəyərdə qapı açacaq sizə. Bu deməkdir. Həmişə belə baxın. Çantaya 3000 manat verdiniz, 3 manat dəyərində qapı açılacaq sizə. Təlimə 2000 manat verdiniz, 2000 manat dəyərində qapı açılacaq sizə. Mən o vaxt təlimlərə ilk bir ildə zülümlə yatmayaraq uşaq qucağımda 20 minə yaxın pul xərcləmişəm, amma hamısını özüm qazanmışam. Hamısını. Və əlbəttə ki, sonra bu elə gətirdi ki, mən o pulu qat-qat çıxartdım. Çünki doğrudan dəyəri var. Hətta heç nə götürmədiyim ən pis təlim var idi bir dənə qatıldığım. Hamı çox bəyənir o təlimi, amma mən oradan heç götürə bilməmişdim. O belə mənə çox şey qazandırdı. O təlimdəki xanımın ağzı yekə açılmırdı, danışanda mıy danışırdı, emosiyasız danışırdı və mən onu dinləyə bilmirdim. Mən ondan sonra pis təlim düzdür, başa düşdüm ki, mən belə danışmamalıyam. 1800 manat vermişdim ora. Mən ora şikayət yazdım mı? Yox. Potensiyalıma çevirdim, pis təlimi belə. Mən başa düşdüm ki, mən necə danışmalıyam ki, insanlar məni dinləsinlər, getməsinlər. Всё. İsa'ya xanım, məncə sizin məqsədinizlə bağlı hər şey aydındır. Başqa sual qaldı mı burada? Xeyr, çox sağ olun. Əla. Artıq siz danışdıqda fikirlər yarandı məndə artıq. Əla. Hər şey üçün yoxlaya bilərsiniz. Mən həmişə deyirəm, bir dənə ekstravagant bir şey eləyin qorxanda. Çox bahalı bir su alın özünüzə. Fərqi hiss eləmək üçün ki, niyə məsələn hansısa su 40 qəpiyə satılır, hansısa 5 manata satılır. Prosta elə belə eksperiment aparmaq üçün pul verməkdən nəyəsə baha qiymət verməkdən qorxursunuzsa, eksperiment üçün bunu eləyin. Çox baha xərci yoxdur bu eksperimentin. 5 manatlıq xərci var. Prosta fərqə baxmaq üçün. Sadəcə fərqə baxmaq üçün ki, necə hiss eləyirsiniz, o sular harada satılır ümumiyyətlə, çünki 5 manata su Portbakunun bu Portbaku bazarda satılır, oraya girmək, çıxmaq, sırf oradan alış-veriş eləmək, oradakı insanlarla kontakta keçmək, belə bir su almaq dadında fərq hiss eləyəcəksiniz, ambalajında fərq hiss eləyəcəksiniz, anlayacaqsınız ki, həqiqətən də hər bir verilən məbləğin qarşılığında fərqli qapılar açılır, fərqli şeylər var. Tak, əla. Deməli, İsa'ya Muradova Aysel xanım qeydə alsın. Siz artıq bizdən bu mükafatı qazandınız. Elə onu da yatırım eləyə bilərsiniz. Geri, əla. Tak. İsa'ya xanım da buradan bir çox şey qazandı. Tak, siz istəyəndə hər şey olur. Burada bu qədər adam əlini qaldırıb. Mən son iştirakçım Eva Lala. Səslər üçün eşitirirsiniz. Salam, Salam, xoş gördük. xoş gördük. Mən məqsədimi demək istəyirəm. İlk öncə hamını salamlayıram. Mən 11-ci sinif qurtarmışam və universitetə hazırlaşıram. Artıq imtahanların hamısını vermişəm və avqustda bütün nəticələr elan olunur təbii ki.
Mən universitetdə özümə qazanc əldə etmək üçün bir yer axtarıram. Yəni necə deyim, öz istədiklərimi ala bilmək üçün və sair, yəni hardan qazanc əldə edə bilərəm, bunları axtarıram. Və onu da qeyd edeyim ki, bir neçə təlimə qoşulmuşam və yəni bəzi biliklərim var. Bunları paylaşmaq və ya necəsə, yəni hardan başlayım bilmirəm. 7 günlük master koçu keçmişsiniz, ödənişsiz. Yox. Hı hı. Sizinlə sağlaşırıq. Master Coach ödənişsiz 7 günlük proqramı keçin. Orada satışdır, biliklərinizi nəyəsə çevirmək, pul qazanmaq, necə satmaq, necə təqdim etmək və s. Orada hamısı var. Siz gedib onu tətbiq eləsəz, elə ilk gündən qazanacaqsınız. Okay? Aha, necə keçirəm onu? Bizdə Telegramda ya chatda ya Aysel xanıma ya harasa yazsız sizə kömək eləyəcəklər. Ya da ki Tamam, çox sağ olun. Instagramda istənilən bir postun altına master sözünü yazsız, avtomatik sizə atacaq ödənişsiz proqrama. Tamam, çox sağ olun. Təşəkkürlər. Super. Bu arada Eva xanım kimi, Eva xanım açıq sessiya alınmadı bu arada, yazmayaq. Eva xanım kimi bir vəziyyətdə idim illər öncə. Bu Federi 17 yaşımdan mən başlamışam işləməyə. Və 17 yaşımdan necə pul qazanmışam deyə YouTube'dakı ilk videomdur mənim. 30 minə yaxın baxışı var o videonun. Çox adam o videodan sonra belə pul qazanmağa başlayıb. YouTube'da ən birinci videomu tapın ya da ən populyara qoyun, çıxacaq oradan. 17 yaşımda necə pul qazanırdım? 5 il öncə paylaşmışdım o videonu. Çox populyar videodur. Bir çox gənclər, tələbələr və s. ondan sonra öz işini qurublar. Gənc yaşda, mənim kimi 16-17 yaşda. Və mən orada izah eləmişəm ki, sırf o yaşda mən neyinirdim. Çünki o yaşda mən bu işlə məşğul deyildim, başqa bir işlər idi. Belə. YouTube'da çox video yoxdur. Yəni dostlar, baxın. Gün ərzində mənim baxdığım təlim videolarının sayı ödənişli 2-dirsə, YouTube'dan baxdığım da 2-dir. Yəni gündə toplam 4 videoya baxa bilirəm bu qədər işlə, həyat tərzi ilə və s. bərabər. Baxa bilərsiniz hamısına. Bu YouTube'umun hamısına baxmaq üçün sizin maks bir həftə vaxta ehtiyacınız var, çox yox. Baxın, alınmır deyə bir şey yoxdur. Elə bir məqsəd yoxdur ki, bu dünyada insan övladı ona çata bilməsin, onu eləyə bilməsin. İstər evlilik olsun, istər nə olur olsun, elə bir şey yoxdur ki. Sadəcə özümüzü görmürük. Öz hərəkət sxemimiz, duyğularımız, özümüzü kənardan görmürük. Görməyimiz üçün də bizə mentorlar, coachlar lazımdır. Ona görə bu sahəyə gələn insanlar həm çox çiçəklənir özü, həm də çox da qazanır. Çünki həqiqətən də müəyyən bir fərqindəliyə çatmış insanlar başa düşür ki, mən özümü görə bilmirəm. Və nəyi bilmədiyimi özüm də bilmirəm. Əsas mənə mane olan budur. Çünki nəyi bilmədiyimi bilsəm, bu mənə maneə deyil. Mən biləcəm ki, nəyi bilmədiyimi bilirəm, gedib o bilgini alıram. Всё. Amma insan övladını geridə saxlayan şey odur ki, ümumiyyətlə nəyi bilmədiyini belə bilmir. Və coachdur, mentordur, Şıraltı ilə işləyən biridir. Bax, kör bucaqları da bizə göstərir. Çünki nəyi bilmədiyimi bilmirəm. İstəyib də əldə etmirsiniz, yenə də deyirəm, bayaqdan dinləyirsiniz də yəqin ki, başa düşürsünüz ki, duyğulardır sizə mane olan. Mən sizə deyirəm, pul qazanmaq çox rahatdır. İstədiyiniz qədər pulu götürə bilərsiniz, istənilən vaxtı. Və sizə göstərdim ilk sessiyadakı niyə və necə, nə mane olur sizə çox vaxt. Belə-belə bir çox məsələlərdə fərqli-fərqli sxemlər, fərqli-fərqli qanun uyğunluqlar ona gətirir ki, həqiqətən də bizə mane olan şey sadəcə özümüzük. Bunu təkcə mən demirəm, hamı deyir. Bütün dünyada nəsə qazanmış insanlar deyir. Və özümüz nə ilə mane oluruq? Özümüzə duyğularımızla. O duyğuları isə Master Coach-da bərabər işləyəcəyik. Sabahki günü maraqlı YouTube'da video çəkmişəm sizlərə. 14 maraqlı primitiv və praktiki üsullar göstərirəm. Nələr elə bilərsiniz həyatınızla bağlı. Sabah ona da baxarsınız YouTube'da və Master Coach proqramında gözləyirəm. 17.07 tarixində başlayır. Rədd cavabı alsanız qorxmayın, çəkinməyin, niçivo. Gələn dəfə müraciət eləyərsiniz, amma müraciətinizi eləyin. Belə. Master Coach-la bağlı kimin sualı var? Suallara cavab verim mən. Chatda sual varsa. Instagramda baxanlar, mən Zoom-da aparıram canlı yayımı. Hamı Zoom-dadır. Ona görə burada yaza bilmirsiniz. Və Master Coach-la bağlı suallar varmı?
Tak. Proqrama qoşulmaq üçün linklər paylaşılıb. Siz o linkdən ödənişsiz diaqnostik sessiyaya keçirsiniz. Diaqnostik sessiyadan qəbul alsanız, yalnızca proqrama qeydiyyat linki göndərilir. Qəbul almasanız, növbəti qrupu gözləməlisiniz. MasterCoach-dan başqa proqram hal-hazırda yoxdur, amma olacaq bir müddət sonra. Kiçik proqramlar olur, onlar olacaq. MasterCoach böyük bir illik mentorluqdur. Bundan əvvəl mənə olar proqramı idi. Onu çox su qaçırdı, qatıla bilmədi, çatmadı qeydiyyata və s. Mənə olar proqramında bizdə 220 nəfər keçdi onu keçən ay. Sonlayırıq o proqramı bu arada. Amma yeni başqa bir proqram da olacaq. 6 aylıq proqramın neçə ay olması nə mənası var ki, dostlar? 6 aylıq yoxdur. Yəni bu elə bir şey deyil ki, onun neçə ayla bölək, hissə sataq. Elə bir şey deyil axı bu. Yaş fərqi yoxdur. Bizdə ən çox yaş qatılan 56 yaşı olub, 70-ə, 80-ə qədər qəbul eləyirik, 14 yaşından qəbul eləyirik hətta. Təkcə coach olmaq üçün deyil, çünki onun içində coachingdən əlavə bir illik mentorluq da daxildir. Bir-birinizdən ödənişsiz sessiyalar alırsınız həftəlik, həm də məndən bir dənə mentorluq qrup sessiyası alırsınız. Bu da bir illik mentorluq deməkdir. Yəni hər şey daxildir ora. Qoşulanlar var bu arada. Maddi durum sizi saxlayırsa deməli istəmirsiniz. Üz olmadan satış eləmək olar. Bizim var MasterCoach-da elə müştərilər ki, üz olmadan eləyir. Bəziləri satış. Düzdür. Bunun effektivliyi çox yüksək olmur, amma bunu da eləyə bilərsiniz. Demoya qatılıb ilk pulunu qazananlar var. Supersiz, əlasız. Mən sizi lap çox sevirəm. Ona görə də dişim ağrıyır, amma danışıram. Dayana bilmirəm. Bayaq hələ bizim Mənə Olar proqramı ilə biz kölgələrlə bağlı webinar elədik. Çatdırmadıq bitirməyi. Dedik bir dənə də webinar eləyərik. Lazım gəlsə lap birini də eləyərik. Dəhşət dərinə düşdük. Orada olanlar bilir. Ağlayırdıq. Mən özüm də inanılmaz idi. Yəni çox dərinə indik. Şokdaydıq. Belə, suallarınıza məncə cavab verdim. Qalan hissə siz diaqnostik sessiyalardadır. Qiymət hamı üçün eynidir, dostlar. Sadəcə olaraq siz onsuz da proqrama seçilmədinizsə, o qiyməti bilsəz nə olar, bilməsəz nə olar. Ona görə də biz qiymət təklifini belə sizin hətta büdcənizi nəzərə alaraq neçə hissəyə necə bölə bilərik. Bunu da seçiləndən sonra meneceriniz sizin üçün ən yaxşı ödəmə cədvəli belə hazırlayır. Ona görə də qiyməti öncədən öyrənib özünüzü qorxutmaq yox, addım atıb seçilmək lazımdır və seçildikdən sonra ən yaxşı büdcə şərtlərini öyrənmək lazımdır. Mən çox plan sıçrayışı yaşadım. Əla. Seçilmək üçün siz diaqnostik sessiyanı keçirsiniz. Orada sonra qərar ümumi veririk biz komitə olaraq. Ümumi fikirləşirik, kimi qəbul eləyək, kimi qəbul eləməyək, kim daha uyğundur və müəyyən meyarlar əsasında. Bu meyarlar get-gedə ağırlaşır. Ona görə də 2025-ci il ərzində sadəcə 80-ə yaxın insan rədd cavabı almışdı. 2026 hələ təzə başlayıb, hələ ortasına çatmamışıq, amma 70 nəfər, bəlkə də çoxalıb sayı, qızlar deyərindi, 80, məncə çoxalar sayı, 90-a yaxın olar artıq. Bir ay öncə 80 nəfər idi, rədd cavabı alıb. Bu da o deməkdir ki, il sonuna qədər bəlkə də 200-dən çox adam rədd cavabı alacaq. Meyarlarımızı get-gedə çətinləşdiririk MasterCoach-a girmək üçün. Anlayırsınız? Gələni lap çətinləşə bilər. Rədd cavabının səbəbini soruşa bilərsiniz. Bu rədd cavabının səbəbi çox zaman diaqnostikadan keçərkən fikrinizin aydın olmaması, məqsədlərinizin bəlirli olmaması, bu təlimi ümumiyyətlə alıb neyəcəksiniz, onun aydın başa düşülməməsi. Yəni, əlbəttə ki, bir çox tərəfdən biz baxırıq. Emosional olaraq hazırsınız yoxsa yox. Çünki siz emosional olaraq çox dolusunuz, çox minusdasınız. Hələ resursunuz çatmayacaqsa bu təlimə. Biz onu düşünürük axı. Siz çox dolmusunuz, resursunuz vapşe yoxdursa bu təlimə verməyə. Gələcəksiniz, qrupda da hamının resursunu almaqdan məşğul olacaqsınız. Biz isə bunu istəmirik. Sizə də pis olacaq belə.
Bizə də pis olacaq. Ona görə siz deyə bilərsiniz ki, lap mən 20 min verirəm sizə, məni o çata qat, amma siz emosional olaraq belə hazır deyilsinizsə, biz ona da baxırıq. Çünki siz dabada tutaq ki, bəziləri var. Məni pula görə qəbul eləmədiniz, pulum yoxdur deyə və amma biz baxırıq ki, bu fikirləri ifadə edə bilən bir insan emosional olaraq elə vəziyyətdədir ki, onsuz da biz yaxşı ki, qəbul eləməmişik. Çünki bu isterika, bu fışqıran emosiyalar və s. Bu bizim çata girsə nə olar orada? Biz onun məsuliyyətini istəmirik almaq avtomatik. Çatı da qorumaq üçün, bizim ortam master koşulları da qorumaq üçün, ortamın enerjisini ortaq saxlamaq üçün bu bir. İkincisi sizi də qorumaq üçün. Çünki özünüz də əsəbləşəcəksiniz. Başa düşməyəcəksiniz ki, çata girdim, mən niyə oradakılar kimi nəticə əldə eləmirəm? Mən niyə onların sürətinə çatmıram? Bizdə elə adamlar var ki, çatda gündə bir dənə kart atır ki, 3000 qazandım, 5000 qazandım. Başa düşürsünüz? Bəzisi hazır olan adam bundan motivasiya alacaq. Emosional hazır olmayan zədələnəcək. Biz isə bunu istəmirik. Yəni sizin də xeyrinizədir, qəbul edilmirsinizsə. Belə. Resurs almağımı hiss etdim. Hiss etməyiniz yaxşıdır. Keçən rədd cavabı almışdım. Aynen güzel. Ayşə xanım, screenshot eləyə bilərsiniz bunu. Keçən rədd cavabı aldım. Bir ildə təlimlərdən keçdim. İndi müsbət cavab aldım artıq. Mən çox sevinirəm, həqiqətən. Çoxdur belə. Ya sizin üçündür bu. Biz bir il əvvəl də sizə hə deyə bilərdik. Bu bizim üçün daha çox puldur. Sizdən pul alardıq deyərdik gəl davay. Hamınız gəlin yığışın bura. Amma bizə bunu neyinirik ki? Siz inkişaf eləyin, sizə faydalı olsun, hazır olun gəlin. Hazır deyilsizsə, yəni bu əlbəttə ki, bu istədiyimiz o keyfiyyəti qoruya bilməyəcək, o var. Okey dostlar. Sizə sağollaşıram. Sabah YouTube videosunda görüşəcəyik sizinlə. Hər birinizi çox sevirəm və Mastercoach'da da gözləyirəm. Mən 2 dəfə reject aldım, 3-cüdə alındı. Ayşə xanım, onu da screen eləyim. Çünki reject alanlar çox yazırlar mənə. Biz onları paylaşaq ki, görsünlər ki, reject aldıqsa 2-3-cü cəhddən də alınır. Yəni insan istəyirsə 3-cü dəfə belə cəhd eləyir. Çox. Öpürəm, qucaqlayıram, sevirəm. Bay bay.